Gözdəki şişi Allahın izni ilə bu macun məhv etdi. Bir gün bir ana bizə həyəcanla müraciət edərək körpə balasının gözündə kistə olduğunu və həkimlərin əməliyyat məsləhət gördüyünü dedi və bizdən övladı üçün bir macun istədi. Biz də sevə-sevə körpə balamıza tərkibi arı məhsullarından ibarət olan xüsusi bir macun hazırlayıb ünvana göndərdik. Uşaq macunu qəbul etdi və bir müddət sonra ana bizə geri dönüş edərək uşağın gözündəki kistanın yox olduğunu, hətta izi belə qalmadığını, öz təşəkkürünü və duasını bildirdi. İndi isə həmin ananın öz dilindən təşəkkürünü dinləyərək və onun sevincini sizlərlə paylaşmaq istəyirəm. Mən sizdən macun almışdım. 2 yaşlı qızımın gözündə kistə var idi. Hər səhər ac qarnına bir çay qaşığı verirdim. Ondan sonra qutardı, elə üstündən 1-2 gün keçdi. Baxdım, gördüm ki, şiş əriyib də, kistə yoxdur. Halbuki fındıq boyda bir kistə idi. Mənə həkim məsləhət görmüşdü. Demişdi təmiz olsun macun. Yəni hər adam təmiz eləmir də. Mən də sizdən aldım. Çox sağ olun bir daha. Bu videonu həqiqətən öz övladını sevən analara göndərin.